Dedim, ay oğlum ne kitabıdır? Dedi ki, sağlamlık hakkında kitabıdır. Dedim ki, ay oğlum ben bazarı eləməyə gəlmişim axı. Biraz da Sovet dağılan vaxtıydı, kasıb vaxtıydı. Dedi ki, müəllim, ağa müəllim, bu kitabı mən sənə pulu yoxsa havayı verirəm. Amma bu kitab sağlamlığı üçün çox xeyirli kitabdır. Bunu bu oğlan ısrar eləyəndə, kitabı vermək istəyəndə, mən birdən anladım, yadıma düşdü ki, axı dünən mən Allaha müraciət eləmişdim ki, mən sağlam yaşayayım və bir müddət ailəmlə bərabər dünyanın şirinliğini başa düşüm, vəziyyətim yaxşılaşsın, özüm də sağlam yaşayayım. Allah'tan bunu mən müraciət elədim ki, məni sağlamlaşdırsın. Bəlkə Allah bu oğlana bu kitabı mənə verdirir. Doğrudan da ola bilər belə şey. Doğrudan da ağlıma bu batdı. Ondan sonra çıxardıb oğlanın pulunu verdim. Elxan müəllim idi. Adı Elxan müəllim. Bizim Bum kəndindən olan Elxan müəllim. Rus dili müəllimidir. Bu adam kitabı mənə verdi. Pulunu da verdim, gətirdim evə. Kitabın üstündə yazılmışdı Universal Dərman. Kitabın adı belə idi. Universal Dərman. İçərisində isə var idi nə barədə söhbət. Onu deyim. İçərisi sidiyin insan sağlamlığında əhəmiyyəti haqqındadır. Bizim damar suyumuzu, yəni sidiyin, üzr istəyirəm, sidiyin insan sağlamlığında rolu. Heç demək, sidiyin tərkibində 200-ə qədər deməli, elementlər var, vitaminlər var, mineral maddələr var, 200-ə qədər. Bu 200'e kadar bu maddeler, lazımlı maddeler sidiğin tərkibində olduğu için insanın bütün xəstəliklərində, hamısında insana kömək edir. Bu kitabı mən oxudum, dəhşətə gəldim. Bir insana bu qədər sidiğin belə köməyi var, insanlar niyə bəs bundan istifadə eləmirlər? Sonra mən oxuduqlarım kitablara görə mən eşitmişdim ki, İncil kitabında, yani Hristiyanların Allah gönderilen deyilir de kitapların 4 kitap Allah gönderip, onun biri de Hristiyanların İncil'idir. İncil'de yazılıp ki kim öz damarından su içse o sağlam yaşayar ve uzun ömür yaşayar. Bu söz İncil'de yazılıb. Bizim Kur'an'da ise yazılıb ki deməli, sidik murdardır. Əgər sidiyə alır deyəndə qusul eləməlisiniz, özünüzü təmizə çıxartmalısınız. Bax, iki kitab, ikisini də Allah göndərib. Deyilənə görə ikisini də Allah göndərib. Yaxşı, birində Allah yazır ki,